Azərbaycanda minimum əmək haqqının hər il artırılması təklif edilir. Bu, əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında yeni qanun layihəsində öz əksini tapıb. Əmək məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olundu və plenar icrasına tövsiyə olundu. Bu o deməkdir ki, artıq həmin dəyişikliklər plenar icrasına müzakirə olunaraq qəbul olunduqdan sonra Cənab Prezident tərəfindən imzalanacaq və qüvvəyə minəcək. Dəyişikliklər minimum əmək haqqının artırılması ilə bağlı dövrlüyün qanuni hala gətirilməsini reallaşdıracaq. Nəzərə alsaq ki, dəyişikliklərə əsasən minimum əmək haqqı il ərzində ən azı bir dəfə artırılmalıdır. Və praktik olaraq dəyişikliklər təsdiq olunduqdan sonra biz minimum əmək haqqının həmin müddətdən keçən bir il ərzində ən azı bir dəfə artırılmasını müşahidə edəcəyik. Millət vəkili həmçinin bildirdi ki, minimum əmək haqqının artırılması qanunvericiliyə uyğun olaraq bir sıra meyarlar nəzərə alınmaqla həyata keçiriləcək. Minimum əmək haqqı artırılan zaman yaşayış minimumu, eləcə də minimum istehlak səbəti meyar olaraq götürüləcək və həmin yaşayış minimumunda, eləcə də minimum istehlak səbətindəki artımlar nəzərə alınmaqla minimum əmək haqqıda artımlar reallaşacaq. Çünki nəzərə alsaq ki, məqsəd həm də qiymət artımlarının vətəndaşlarımızın sosial vəziyyətinə təsirləri minimumlaşdırmaqdan ibarətdir. İqtisadçı Eldəniz Əmrovun sözlərinə görə bu dəyişikliyin bir sıra faydaları olacaq. Hesab edirəm ki, bunun ildə bir dəfə olması az təminatlı ailələr üçün son dərəcə önəmlidir. Minimum əmək haqqının hər il artırılması hesab edirəm ki, ən azı az təminatlı ailələrin, aşağı əmək haqqı alan insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından, alıcılıq qabiliyyətinin yaxşılaşdırılması baxımından, ən azı inflyasiyanın sığortalanması baxımından son dərəcə önəmlidir. Qeyd edək ki, ölkəmizdə son dəfə minimum əmək haqqı 2025-ci ildə artırılaraq 400 manat olub.